Salam əziz izləyicilər, pasientimizin 40 yaşı var, xanım xəstədir. Yoldaşını da müayinə etmişik, mədə şikayətləri var. Müayinəyə gəlib, yüngül yuxu altında mədə müayinəsi icra edirik. Mədə divarı olduqca ödəmlidir. Ekvarma bağırsaqda xora. Krateri dərin üzəri ağacla örtülü, ölçüsü 6-7 mm olan xora görüldü. Müayinə vaxtı sizinlə bərabər ekvarma bağırsaq xorası aşkarlanmış oldu. Helikobakter testi üçün nümunə götürəcəyik, həm də mədə divarı olduqca nodülər olduğu üçün histoloqun tədqiqatı üçün biopsiya alacağıq. Gənc yaşlı insanlar arasında mədə bağırsaq xəstəlikləri kəskin artmaqdadır. Bu da həm genetik faktorlarla, həm də qidalanma alışkanlığımızda olan yanlışlıqlarla, pərhizin pozulmasıyla əlaqədardır. Bəzən kiçik şikayətlərin ardında ciddi patologiyalar dayanır. Həkimə müraciət etməkdən çəkinməyin, vaxtında müayinə olunun. Unutmayın ki, erkən diaqnoz həyat qurtarır. HCC Clinical Hospital. Sağlamlığınızı bizə etibar edin.